ABC üçbucağında BT tənböləndir. AB 9, BC 4 və AT ilə TC'nin cəmi 2 olarsa, AC-ni tapın. Tənbölən xassiyəsinə əsasən yaza bilərik ki, AB-nin AT-yə nisbəti bərabər olmalıdır BC-nin TC-yə nisbəti. AB bizə 9 olaraq verilib, AT-ni X olaraq götürsək, bizdən AC-ni istəyir. AT-ni X olaraq götürək, BC 4-dür, TC isə AT ilə fərqi 2 olduğu üçün TC-nin əvəzinə X çıxılsın 2 yaza bilərik. Çarpac olaraq vursaq, 9 vurulsun X çıxılsın 2 bərabərdir 4X-ə. 9X çıxılsın 18 bərabərdir 4X. 9X-dən 4X çıxsaq 5X bərabərdir 18-ə. X də bərabərdir 3,6 alarıq. X 3,6-dırsa, AT ilə TC-nin cəmi 2 olduğu üçün biri 3,6-dır, digər isə 3,6 çıxılsın 2. Yəni alarıq 1,6. Onda ümumilikdə AC bərabər olacaq 3,6. Üstə gəlinsin 1,6 və bu cəm də bizə verəcək 5,2.